Yox, buradan açaq. 7-ci sualda deyir ki, bu cümlələrdən hansı məchul növ cümləsidir? Gəlin baxaq, nə axtarmalıyıq? To be içində feil. Feili də 3-cü hala dəyişilməlidir və ya id-yi qoymalıdır. B variantı ümumiyyətlə to be-nin formalarına bir ad sanı yoxdur. Nə əmizarı var, nə vozvörü var, nə heç nədə, nə beyingi var, nə həbbini, nə həzbini. Ad geçsin. Y variantında was been deyə bir yanlışlıq görürəm. Bu da yanlışdır. Y-ni də atıram. D variantında yaxşı was to be-dir, dalınca feil gəlməlidir. Full of feil deyil axı. Full dolu deməkdir. Bu feil deyil. D də deyil. C variantında was olsun to be, okey. Bəs in the case bu feildir, feil deyil. Olmadı məchul növ cümləsi. Was feilin found nə idi? Tapmaq. Find'ın 3-cü halı idi. Dəyişilib də. Cavab olur A variantı 7-ci sualda. 9-cu sualda gözləyirik. Bunlar sizə çıxacaq. Böyük bir ehtimal çıxacaq. Böyük bir ehtimal çıxacaq. Deyir ki, bu cümlələrdən, 4 dənə cümlədən hansı məchul növ cümləsidir? Hansı məchul növ cümləsidir bu 4 dənə cümlədən? Baxaq. Yenə nə axtarmalıyıq tərkibində? To be və feil. Yaxşı, have been to be'mdir. Studied-də feilimdir. Aha, ola bilər. Böyük bir ehtimal məchul növ cümləsidir. Birdən biri atmayaq. Yaxşı, has been feilim. To be. Dalınca feil gəlməlidir. Gəlibdir feil, gəlməyibdir. Birdən bu izə aldanarsınız. Yaxşı, iz olsun to be. Dalınca feil gəlib gəlməyibdir. The place yer deməkdir. For da üçün deməkdir və ya dırdır dur deməkdir. Yəni ikinci cümlədə heç bir məchulluq yoxdur. Gəldik bura. Dördüncünün də bini yoxdur. Baxın, has bini yoxdur. Heç feilə baxmağa ehtiyac yoxdur. Heç bini görmədən yerlə getsin. Dördü də atırıq. Amma baxın, was mənim feilim, rebuild-dəki, was to be'm, rebuild-dəki feilim, was to be'm, destroy-dəki feilim. Cavab oldu 1 ilə 3 olacaq məchul növ cümləsində. Tərkibində deməli nə axtarırıq uşaqlar? To be üstəgəl feil idi və bir də unutmuruq. Sonu sifətlə bitənlər, bunu da qayda olaraq götürün. Yazdırmışam, amma yenə də qayda götürün. Yazın bir yerə yapışdırın. O hansı ki qaydalar yadınızdan çıxır, onları yazın, nə bilim otağınıza patoloka bir yerə yapışdırın. Sonu sifətlə bitənlər, bir də zeri zera ilə başlayanlar, zeri zera və ya bunun sualı da ola bilər. Zeri zera ilə başlayan, zervoz zervörlə başlayan, qabağımıza çıxacaqlar. Zervoz zervörlə başlayanlar və ya bunun sualı ola bilər. İzzer ola bilər, arzer ola bilər, vozzer ola bilər. Bunlarla başlayanlar məchul növ cümləsi deyil. Sonu sifətlə bitənlər, bir də sonu yiyəliyin, ekranı böyüdüm ki, qəşəng görəsiniz. Sonu yiyəliyin müstəqili ilə bitənlər, qoyun onu yazın da konkret nə ilə bitənlər. Mine'dır, your'sdur, her'sdur, ours'dur, mənimki, səninki, bizimki, onlarınki. Bunlarla bitənlər məchul növ cümləsi deyil. Deməli, birinci nədir? Sonu sifətlə bitənlər. Sonu yiyəliyin müstəqili ilə bunlarla bitənlər. Əvvəli zeri, zera, zervoz, zervörlə başlayanlar və ya sual cümləsi olub izler, arzer, vozzer, vörzerlə başlayanlar, passive voice cümləsi deyil. Passive voice cümləsi deyil. Passive voice, yazın, not götürün, 100 dəfə deməyim. Passive voice cümləsi deyil. Çünki bu qaydaları mən indi tətbiq edəcəyəm. Bu da digər qaydalarım və ən vacib qayda nədir? Nə axtarırıq? To be üstəgəl feil axtarırıq. Bunları da görürəmsə, lap cümlənin tərkibində to be üstəgəl feil olsa belə, o cümlənin sonu sifətlə bitibsə və ya yiyəliyin müstəqili ilə bitibsə və ya bunlarla başlayıbsa, mən o cümləni məchul növ cümləsi olaraq qəbul etməyəcəm. Gəlin o zaman bunu tətbiqə vuraq. Götürün bunu. Dayanın, ekran alın. Mən bunlara güvənim yoxdur. Ekran alım qruplarına da atdım. O Rövşən heç götürüb zad eləməz. Dayanın, o ruçka əlini alıbsa mən adımı dəyişərəm. Göndərim oraya. Gəldik 11-ci suala. 11-ci sualda isə yenə 4 dənə cümlə verib. Deyir, məchulu seç. Sonu sifətlə bitən məchul deyil. Tərsdir, nə deməkdir? Ləzzətli dadlı. Necə ləzzətli dadlı? Sifətdir də. O zaman məchul deyil. At. Daha gəlib deməyin ki, bax bu sonu sifəti bilməyən uşaq, avtomatik deyir ki, is, bu var, to be var, feil də var, id-dədir, vsioya, bu məchuldur deyir. Elə deyil axı. Sonu sifətlə bitənlər məchul deyil. At. Fresh, sonu sifətlə bitib. Fresh nə deməkdir? Təzə, təravətli, necə? Məchul deyil. At.
Bu qaldı 1-dən 4 məhculdur da. 1-dən 4 məhculdur. Is used, is used. Birdən yes, burada da is used var. Burada da was used var. Olsun. Sonu sifətlə bitibsə olmaz. Olmaz. Qaydama ziddir. 1-lə 4-ü götürəcəm. Cavab olacaq B variantı. Gedək 13-cü suala. Qoy bir mesaj kutusuna baxım görüm. Məsələn, sual zat veriblərmi? Yox. Aha, gedək 13-cü suala. Aha, sual verib və deyir choose the correct answer in the passive voice. Deyir sənə sual vermişəm. Mən sualıma deyir cavabı, answer'ı məhculda ver. Answer cavab deməkdə. Cavabı deyir məhculda ver. Və mən sənə sualı deyir has opened-dan vermişəm. Has zamanından vermişəm. Deməli mən də bu adama cavab verəndə have been və ya has been-lə cavab verməliyəm. A-da word-ü, həm də bini də var. Başlı-başlı səhvdir. Have been, has been verməliyəm. C-də ümumiyyətlə bini yoxdur. Y-də word-lə cavab veribdir, atdım. İndi ya cavabımız B-dir, ya da ki cavabımız D variantıdır. Bəs bunların arasında necə seçim eləyəcəyik? Windows-la mı başlayaq, yoxsa Vivin-lə mi başlayaq? Vivin də addır. Biz təbii ki tamamlıqla başlamalıyıq da. Tamamlığı nədir? Pəncərələri kim açdı? Nəyi? Pəncərələri. Pəncərələr gəlib cümlənin mübtədası olmalıdır. Harda mübtəda olubdur? B-də. Cavab oldu B variantı. Baxın, bu incə məqamdır. Bu incə məqamdır. Pəncərələr, biri var deyirəm ki, Vivin pəncərəni açdı. Bu da cavabdır. Bu sadəcə məlum növdə bir cavabdır. Mənə deyir ki, məhculda ver cavabı. Açıldı denən. Açdı yox, açıldı denən. Mən ona görə deməliyəm ki, pəncərələr, mübtədan pəncərələrdir. Pəncərələr Vivin tərəfindən açıldı. Açıldı demək üçün mən belə yazmalıyam cümləni. Demirəm, bu cavab deyil. Cavabdır. Sadəcə məhculda deyil. Aktiv voice-dur. Passive voice deyil. Getdik 15-ə. Yenə deyir 4 dənə cümlədən hansı məhcul növdür? Sonu sifətlə bitən var. Birinci onu bilən yoxlayım. Yoxdur. Birdən deyərsə successfully müəllimə sifətdir. Sifət deyil. Successful sifətdir. L-Y varsa zərfdir. L-Y varsa zərfdir o. Sifət deyil. Yaxşı. O zaman başqa neyiniyim? O da yoxdur. Bəs zeri, zera, zervo, zervör varmı? Var. 4-də var. Yəni 4-ləri ataq. Geçsin. Yaxşı, sifət də olmadı, zervoz da tətbiq edirdim. O zaman cümlənin içinə baxaq, to be axtaraq. To be üstə gəl feil. Yaxşı, to be var, is. Bəs feilim var. Stil feil deyil, ətdə platformda feil deyil. 2 yanlışdır, 1-i də atdım. 2 ilə 3 feilim var. Were to be'mdir, looked feilimdir, has been to be'mdir, dandakı feilimdir. Do'nun 3-cü halı. 2-3 cavabını götürəcəyim. Cavab olacaq 2-3B variantı. Nə isə başa düşmürsünüzsə, səsinizi çıxardın. Xahiş edirəm, nəsə sizə aydın deyilsə, qoymayın o bir suala keçim. Oradan səsinizi çıxarın ki, başa düşmədim. Başa düşməmək ayıb bir şey deyil. Gəldik bura. Həzlə sual verib, yenə fikir verin, sual verib və deyir ki, cavabı mənə məhculda ver. Yaxşı, nə ilə mənə sual vermirsən? Həzlə sual vermirsən. Nə qoymalıyam məhculda sənin cavabı? Has been və ya have been mən sənə cavab qaytarmalıyam. Adı izdir, at. B'də həzi var, bini yoxdur. Birdən bu sini bin kimi görərsiniz. Bu başqa şeydir. Bu görməyin 3-cü halıdır. Bin yoxdur burada B'də. C'də vozdur. Biz have been və ya has been axtarırıq. Y'də isə həzi də var, bini yoxdur. Görürsünüz siz burada bin, mən görmürəm. Baxın, həzi də var, bini də var, feilimi də dəyişibdir. Cavab olub D variantı 17-ci sualda. Bu da çıxa bilər sizə cavabı vermək. Bunlar çıxmayanlardır. Gəldik 19-a. Deyir, bu 4 cümlədən hansı məhcul növ cümləsidir? Sonu sifətlə bitən var. Birinci gəlin onu tətbiq edək. Sonu sifətlə bitən var. Hər zaman birinci, bax, sıralamanız belə gedir. Sonu sifətlə bitən var. İlk bu sualı özünə verirsən. Varsa at. İkinci, zeriz, zera, zervoz, vörlə başlayan var. Varsa at. Üçüncü, içində to be istəgəl feil var. Varsa məhculdur. Yoxdursa məhcul deyil. Bu 3 şeyi sırayla gedirsiniz. Sırayla eləyirsiniz. Birinci sifət. İkinci zeriz, zera, üçüncü tərkibi. Sıranı düzgün aparırsınız. Baxaq görək sonu sifətlə bitən varmı? 19-cu sualda. Son sözlərə baxıram, son sözlərə. Var imiş. Bax, il. İl nə deməkdir? Xəstə. Necə xəstə? 2-də var. Gəlin 2-ləri ataq. Zeriz, zera ilə başlayan var. İkinci addıma keçdim. Var. Var. Var imiş. 3-ü də at. Üstü da çıxdı da cavab. 1-4.
Feili və baxmaq üçün ikinci addımı da yoxla bax. Həzbinin feilin, vörün də feilin. Все, 1-4-ü götür. Sırayla gedirsiz. Sırayla. 21. Yenə 4 dənə cümlə verib, yəqin ki, ikisi yuxarıda qaldı. Əvvəlcə gəlin buradan baxaq. Sonu sifətlə bitən var bunların içində. Yoxdur. Yaxşı, zeri zera ilə başlayan var. Ya da ortada bəlkə sual cümləsidir, izzerdir. Baxın, izzir. Nə olsun ki, zeriz deyil, izzerdir. Sual cümləsi də qabağa keçibdir. Bunu da yazdırmışam. Ekran atdım qrupa mən. 2 deyil, 2-ni at. 2-ni göndərəcəyik. İzzerə görə göndərəcəyik. Gedək sonra görək buradakı cümlələrdə nələr var. Sonu sifətlə bitən bu cümlələrdə var. Var. Boring, sıxıcı. Necə sıxıcı? At geçsin. Biz 2-ni atmışıq uşaqlar. Biz bir də 3-ü atmışıq. 1-4 götürülübdü. Qalıbdı 5. 5-i götürəcəyikmi? Yoxsa 5-i biz götürməyəcəyikmi? Hə, indi burada sözün tərcüməsini yaxşı bilməlisiniz. Devoted sözü, uşaq idini görür. Deyir ki, müəllimə, burada to be də var, feil də var. Deyirəm, feil nədir? Deyir, bu deyir, devoted idisi də var. Xeyr, bunun idisini aldanmayın. Bu devoted sözü sadiq deməkdir, sifətdir. Feil deyil. Sadiq, özünü həsr etmiş, özünü ailəyə deyir ki, onun qardaşı özünü ailəyə həsr edibdir. Yəni, bu cümlədə heç bir məhçulluk yoxdur. Bu sifətdir, devoted sözü. 10-cu sinifin sözü olmalı. Devoted sinonimdə dedicate olmalıdır. Yəni, öyrənəcəksiniz bu sözləri. Bunun sifət olduğunu bilən uşaq deyir ki, yox, bu da məhçul deyil. 5-i də atır. 1-4-ü götürəcək. 1-4-ü götürəcək. Gedək 23-cü suala. Sonu sifətlə bitən var. Baxın, week. Manager. Yox, sonu sifətlə bitən yoxdur. Yaxşı. Zeri zera ilə başlayan var. O da yoxdur. O zaman tərkibinə baxaq. Yaxşı olmadı. Onlar olsa qəşəng olardı. Gəlin tərkibinə baxaq. Will be verməliyəm də. Məhçul üçün var. Burada be-si. Yoxdur. Bu yaxşı. Bunun 3 dənə variantı bizə artdırdı. Will var, be-si də var, feilim də var, saxla. Will var, be-si də var, feilim də var, saxla. Birdən deyərsiniz, will ilə be yanaşı gəlmir, sualda ayrılırlar bunlar, təsdiqdə birləşirlər. Will-i var, yaxşı, bəs be-si cümlənin arasındasa var, yoxdur. Gəl bu 4-ü də ataq. Söz cavab çıxıb onsuz da, 4-ü də atanda cavab olur 2, 3, 5, Y variant. 25-də sonu sifətlə bitən var. Var imiş. Oy, özü görün nə qədərdir. Bay. 3-ü atırıq. 4-ü atırıq. Çünki delicious ləzzətli necə? Ləzzətli. Comfortable rahat necə? Rahat. Bunlar sifətdirlər. Gəlin 4-dən 5-lərimizi variantdan da göndərək ki, bizim işimiz bir o qədər asanlaşsın. Amma yenə də biz 2 variantda bir dəqiqə uşağa mən yanlış şey atdım. Sorry uşağa. 5-i niyə atıram ki mən? Səsiniz çıxmır ki, ay müəllimə, səhv gedirsiniz. 3-ü 4-ə atmalıyam, uşaqlar. Bir səsinizi çıxarın da. Mən burada ağzıma gələn variantı desəm, siz okey eləyəcəksiniz. 3, atdım, 4-ü də atdım. Yaxşı. 5-i götürməliyik. 5 əksinə düzdür. 5-lə nə işiniz var? Bizim 5-i saxlayaq. 3-ü bir də atdaq. Haydi, beynim yandı. Mən 3-ü bir də atdım. Cavab oldu 1-5. Всё. Həbində bini yoxdur. 2 ona görə yanlışdır. Ar var, used var. 1-5. Səslər çıxmır. Şeytan deyir, səhv variantı denən. Görüm nə deyəcəklər. Okey verəcəklər. 27. Siz tapın 27'ni vahşi. Gidin uğraşın biraz 27 ile. Biraz beyninizin muskul damarlar ser açılsın. Yazın görüm 27'ni. Tapın görüm. Tapın görüm 27'ni. Deyirsiniz ki D'dir. 27'ye deyirlər ki D'dir. Möhtəşəm başa düşüblər. Əla. Sonu sifətlə bitən var. Sonu sifətlə bitən var.
Birdən fastı düşünərsiniz. Fast həm sifətdir, həm zərfdir. Burada zərf də ola bilər, sürməyə aiddir. Buna əl dəyməyin siz. Buna əl dəyməyin. Aha, yaxşı. Zeri zera da yoxdur, yaxşı. Gəlin o zaman baxaq. Are to be'mdir. Feilim yox deyə burada. 4-də feil yoxdur. Gəlin 4-ləri ataq. Was to be'mdir. Dalınca feil gəlməlidir. Populyar feil deyil. Gəlin 5-ləri də ataq. Kim idi burada? D dediniz siz. Dəlisizmi siz? Uf. Ay uşaqlar, ay. Mən də bunların ağlımla bura D yazmışım. Ay uşaqlar, siz bir şey hansı zəka ilə götürürsünüz? Was yaxşı to be'dir. Bunun dalınca feil gəlməlidir. İdili və ya üçüncü feil. Hanı o feil? Hanı? Ona bənzəri də yoxdur ki, deyim ki, aldandınız götürdünüz. Harda gördünüz onu siz? At 5-i, at getsin, elə bəri başdan atmalıydıq biz bunları. Are to be'mdir, aware of da feil deyil. Yəni idili feil yoxdur. 4-ü də at. 3 nədirsə doğrudur demək ki. Bu burada zərf rolundadır. Sonra gəldik 1 ilə 2-nin arasında. Bu Mozart was born ifadə deyə doğulmaq deməkdir. Bu born burada feil deyil. Born burada sifətdir, doğulmuş deməkdir əslində bu. Sadəcə bizə tərcümə olanda doğulmaq deyirik. Lap yaxşı onu da tuta bilmədin. Tərcümə elə Mozart'ı. Mozart Salzburgda 1756-cı ildə doğulubdur. Burada məhsulluq yoxdur. Biz biri götürməyəcəyik. Wasla stolen oğurlamaq feilinin 3-cü halı qızıl oğurlanıbdır. Bir də çoxlu qəzalar insanlar tərəfindən baş verir. İnsanlar səbəb olur. Cavab olmalıdır 2, 3 Y variantı. Başa düşdünüz? Ümid edirəm. Başa düşməmsinizsə səsinizi çıxarın. Yaxşı. 29. Sonu sifətlə bitən varmı? Mən birinci onu axtaracağım. Var imiş, important. Gəlin 5-i ataq. Baxın, bu bizə 3 dənə variant atdırdı. Bu 3 hər nədirsə 3 ilə 4 ortaqdır, düzdür. Heç baxmağa ehtiyac yoxdur. İstəyirsiniz baxaq. Ya da özünüz baxın. Biz 1-2 arasında seçim etməliyik. Amma bunlar öcə tərcümə istəyir bizdən uşaqlar. Burada da çünki has been cancelled var. Burada da has been cancelled var. Tərcümə eləyəcəksiniz. Bax, maçdan tərcümə edəndə maç ləğv olundu. Komitə ilə tərcümə edəndə komitə ləğv olundu, yoxsa komitə maçı ləğv etdi? Bu iki cümlədən hansı məhculluq daşıyır? Təbii ki, maç ləğv olundu. Cavab olmalıdır 1. Biz götürəcəyik 1, 3, 4-ü. 2-ni niyə götürmədim? Nə olsun ki, tərkibində to be üstəgəl feil var. Bu yanlışdır. Bu məhcul növ cümləsi deyil. Bunu tərcümə edəndə məhcul kimi tərcümə olunmur. Komitə ləğv etdi maçı. Bizə məhcul kimi tərcümə olunması üçün ləğv olundu tərcüməsini verməlidir. Ona görə cavab olmalıdır 1, 3, 4. Gedək 31-ə. Bunlar biraz çətin idi. Biraz, çox yox. Bu qədər də çətin inşallah da düşməz. Gəlin baxaq görək buna. Sonu sifətlə bitən var imiş. Guilty. Guilty günahkar deməkdir. Necə günahkar? Birləri gəlin ataq 31-də. Birləri ataq geçsin. Ondan sonra başqa important da sifətdir də. Important ataq da. Əlbəttə ki, important atacaq. Bu da getdi. Cavab oldu 3-4. Kaş elə belə çıxa sizə. Sonra getdik 33-ə. Sonu sifətlə bitən var imiş. Baxın, terrible. Terrible bərbad deməkdir də. Pis deməkdir. Gəlin 4-ləri ataq geçsin. Başqa sonu sifətlə bitən varmı? Yoxdur. Yaxşı, to be üstəgələ baxaq. Yaxşı, have been to be olsa əgər feil gəlməlidir dalınca. Late feil deyil axı. Late gec deməkdir. Zaman zərfidir. Biri də atdıq. So da was to be appointed feilim. Has been to be signed da feilim. Cavab oldu 2 ilə 3. 35 sizdə. 35'i de biraz siz. Asant 35. Sudu ki. Beyin yorun. Ağzınıza gelen yazmayın. Biraz düşünün.
Kimi C deyir, kimi A deyir. Danışım. Uşaqlar, gənclər. Sonu sifətlə bitən var, var. Great. Müəyyən ki, hamı gördü. Great böyük əla deməkdir. Üçləri ataq. Qalmısınız aynen C'nin arasında. Bu bir hər nəticə düzdür. 2 ilə 4-ün arasında qalmısan. Həzbinin yaxşı olsun to be. Abroad nə deməkdir? Xaric. Feildir abroad. Feil deyil axı. Feil deyil axı. Abroad necə feil ola bilər? Feil olması üçün idi və ya üçüncü halı olmalıdır. 2-nin dart. Was hiddəki feilin də hidden. Hide gizlənmək sözünün üçüncü halıdır. Feildir də gizlənmək. Nə etmək? 1-4. A. Röşən özün yazsan, Röşən sən orada ora-bura baxmırsan Röşən. Bana baxa bilərəm ay müəllimə. Nə bilim kitaba. Yox müəllimə. Aha. Gəlin. 37-yə baxaq. Aha. Sonu sifətlə bitən var. Yox imiş. Yaxşı, zeri zera ilə başlayan var, var imiş. 2. Ataq. Yaxşı. Tubi axtaraq da içəridə. Baxın, bu üçüncüdə həzi var, bini yoxdur. Tutaq da bunu. Bu necə məhsul ola bilər? Məhsul olmaq üçün hələ-bələ bir həzbin olsun da. Olmayıb. 3-ü də ataq. Şu da çıxdı da cavab. Cavab 1-4. 39. Sonu sifətlə bitən var. Baxın, baxın. Yoxdur. Təəssüf ki, yox imiş. Zeri azad var. O da yoxdur. Sualı da yoxdur. Yaxşı. Yaxşı, həzbin mənim tubim. Dalınca feil gəlməlidir. Gəlibdir. Gəlməyibdir. Birləri ataq. Was mənim tubim foundakı feilim. Əldəymə. Was mənim tubim və feilim anı. Birdən deyərsiniz ki, mənim late feildir. Late feil deyil. Qəbullanın artıq. Gec deməkdir. Feil yoxdur burada. 3-ü də at. Was interrupted da feilim. 2-4. Getdik 41-ə. Sonu sifətlə bitən var, var. Difficult. 2-ni getdi, göndərək getsin. Baxın, 3 dənə variant at. Bu 3 hər nədirsə doğrudur, ortaq imiş. Belə şeylərə imtahanda fikir verin ki, vaxt qazanasınız. Biz 1-4 arasında seçim eləyəcəyik. Həzbin tubimdir. Late, late öldüm da deməkdən. Feil deyil. 4-ü də yellə geçsin. Həzbinlə solluqda feilim cavab 1-3. Bunun cütlərini mənə səhvsiz yazmalısınız. Nəsə, elə deməyim, sonra gəlib köçürüb eləyərlər. Aynur mənimə belə deyib deyəni. Lazım deyil. Sonra gəldik. Seçməli. Aha, seçməlilər. Sonu sifətlə bitən var, var. Amazing. Amazing'i seçməyəcəyəm. 43-də amazing'i seçməyəcəyəm. Sonra, sonu sifətlə bitən başqa, baxın, bu trajik. Trajik də faciəvi deməkdir də. Necə faciəvi? Gəlin, bu biri də ataq. 2-4 olsun, 2-4 olsun. Was-la stage səhnələmək deməkdir. Was-la restored yenidən restorasiya etmək, təmir etmək deməkdir. 2-4. 43-ün cavabı 2-4. 2 və 4-cü cümlələr məhsul növ cümləsidir. 45-də sonu sifətlə bitən var. Var mı sonu sifətlə bitən 45-də? Oğun, şəxsi. Hədə, bu sifətlə bitib də. Həm də bunun bini yoxdur axı. Heç məhculda oldu. Hadi bunu bilməsək belə. Bini yoxdur. Gəlin 4-ü göndərək. Yaxşı. Başqa neyiniyə uşaqlar? Başqa nə görə bilirsiniz? Bu vili var. Vilin bisi yoxdur. Yoxdur da, yoxdur. Həvin də, həvvin də yoxdur ki, deyim, bəlkə bizi aldadar. İz var, izdə də bu, hə? İzin dalınca da feil gəlməkdir. Yoxdur da, bu cümlə bilə antin-kuntindir. Burada heç bir məhsulluq yoxdur. At geçsin. Hasn't-dan bitten. Bitten feilimizdir. Hasn't-da been-də to-be'mizdir. Is-lə planetdəki to-be və feil yanaşı gəlibdir. 45-ci sualın cavabı olacaq. 1-2 nömrələr. 47. Sonu sifətlə bitən var. Var. Interesting. Gəlin bu üçləri ataq. Zeri, zera, zervos, zervör, vos, zervör, zervar. Var.
Gözlerlə başlayıb. Bunu da at. Şu 1-2'ni götür. 3 qaydanı sırayla tətbiq edirsiniz. Sonu sifətlə bitib mi? Zer, izzer, azer, voz, zer, gör, izzer, voz, zer, sual, hal bir də ola bilər. Var mı? Tərkibində to be üstəgəl feil var mı? Bu 3 dənə qaydanı sırayla tətbiq edirsiniz. Sonu sifətlə bitən var. Var. Interesting. Biri at. Oldu, qələmim işləmədi. Belə, biri atdım. Sonra neyiniyək uşaqlar? Başqa, impressive. Biz 9-cu sinifdə öyrənmişik. Nə deməkdir impressive? Təsirli, dərin təsir bağışlayan. Necə? Sualına cavab verir. Bu da sifətdir də. Biz öyrənmişik o sözü. 3'ü də at. Cavab olsun 2 ilə 4. Sonra mən deyəsən şey işlədim, cüt işlədim, hə? Hə, yaxşı. O da sizə bonusum olsun. Sonra sifətlə bitən var. Var, important. Official. Nə deməkdir official? Rəsmi. Necə rəsmi? Sifətlə bitib. Ad, cavab 1-2. Uşaqlar, qaydaları yadda saxlasanız yazacaqsınız. Sonu sifətlə bitən var. Var. Valuable. Nə deməkdir? Dəyərli. Necə dəyərli? Vivid. Öyrənəcəksiniz. 10-cu sinifin sözlü vivid. Parlaq deməkdir. 10 ya 11 olmalıdır. Parlaq deməkdir. Bright'ın sinonimidir. Necə parlaq? Bu da deyil. Cavab olacaq 1 ilə 3. Bu da 51-ci sualdır. 53-cü sual da sizdədir. Siz tapın 53'ü. Biraz siz uğraşın. Gedim görüm nə yazırlar ora. Nə oldu mənim kompüterime? 53'ü yazın. O sualları bir-bir özünüzə verin. Sonu sifətlə bitən varmı? Zeri, zera, zervoz qaydası varmı? Tərkibində to be üstəgəl feil şərtini ödəyirmü? Tapdılar. Düz tapıblar. Deyirlər 1 ilə 4'dür. Baxaq. Sonu sifətlə bitən var. Var. Helpful. 3 at. New da yenidir də. Ha, izler. Burada izler var. Atdıq. Şurada 1, 4. Əla. O zaman sürəti artıraq da bu qaydada artıraq. Neçə idi? 70 neçə idi? 70 neçə idi? 70 idi. 55 sonu sifətlə bitən varmı? Danger'ı görən uşaq deyir, deyil sifətdir. Danger təhlükə deməkdir. Dangerous təhlükəlidir. Danger təhlükə isimdir. Expensive ilə bitibdir. Gəlin biri ataq. Arzer ilə başlayıbdır. 2'ni ataq. 3, 4'ü götürək. Danger sifət deyil. Dangerous sifətdir. Dancera us yazılan. 57 sonu sifətlə bitibdir. Expensive gəlin 3'ü ataq. Arzerlə başlayıbdır. Baxın. Biri də ataq. Cavab olsun 2 ilə neçə? Qələmim zorla yazır. 2 ilə 4. 59-cu sualda sonu sifətlə bitən var. Var imiş. Unusual. Qeyri-adi deməkdir də. Ataq 4. Cozy. Cozy comfortable'ın sinonimidir. Rahat deməkdir. Və bu da sifət deyil. At get sifətdir. Sorry. Atmalıyıq. Cavab olur 1 ilə 3. Gedirik neçənci suala? 61-ci suala. Yine sual verək görək. Sonu sifətlə bitən var. Var. Exciting necə? Exciting, həyəcan verici. 4'ü ataq. Başqa sonu sifətlə bitən varmı burada? Yox imiş. Yaxşı, burada vozzer, vörzer varmı? Bu da yoxdur. Aha. O zaman bunun 3'ü də olur ki. Bunun 3'ü də olur ki. Necə seçək? 3'ü də olur. Were to be'm. This games'in də qabağına were. Play'dəki feilim. Yine were to be'm. Played feilim. In your childhood. Bu da düzgündür. What games'i are mainly played in summer. Bunun 3'ü də olmalıdır axı. Cavabı nə veriblər görəsən? 1. 1 olur. Were these games? Ha, ay, siz nədir? Allah bunları kahretməsin. Gör nəyə gətirib hara salıb. Dəxli var deyərlər. Adama deyərlər hənanın yeridir.
Bilirsiniz nədir problem burada uşaqlar? Burada This Games yazıbdı. Aha, 62 də bu tipli sualdır. Yadıma düşdü bu sual. Burada This Games yazıbdı. Burada This The Games yazıbdı. Games'in qabağına bir Z artiklı gəlibdir. Və biz də yadımızda saxlayırıq ki, işarə əvəzindən sonra bilirsiniz ki, zisdir, zətdir, sonra zisdir, sonra zosdur. Bundan sonra isim gəlirdi də. İndi tipinə görə tək və ya cəm isim. Həmin o isimlərlə bunun arasına heç bir artikel, heç bir söz girmirdi. Yəni burada artikel olmamalı idi arada. Bu Z-yə ehtiyac yox idi. Ona görə bu ikini də götürmür. Yəni gətirib görün nəyi hara qatıb da. Cavab olmalıdır 1-dən 3. Yəni tamamilə səhv olma səbəbi bu Z artiklidir. Bu zissət, zissosdan sonra isim gəlir. İndi zissətdən sonra tək isim, zis və zosdan sonra cəm isim gəlir. Amma isimlə onun arasına, əvəzliyin arasına heç nə girmir. Bu yerlik əvəzliyində də belədir. My, your, his, herdən sonra isim gələndə arasına heç nə girməməlidir. Baxın 62 də bu tipli sualdır. Ha, yadıma düşdü bu. Burada woolen sifətdir. Bunu onsuz da atırıq. Yerdə qalan hamısı bənzəyir bir-birinə. Fikir verirsinizsə, burada this carpet yazıbdı. Burada this the carpet yazıbdı. Dedi yaxı this ilə carpetin arasına artikel girməməlidir. Biri də götürmürsünüz. Cavab olur 2 ilə 3. 62. Bu da belə. Gəldik 63-cü suala. Həzbin olmalıdır. Həzim var, binim var. Onsuz amma dürüst deməkdir. Feil deyil. Rövşən dərsdən çıxdı. Allah səni kahretməsin Rövşən. Qatıldı. Rövşən çıxma dərsdən. Həzbinim gəlib, az qalıb onsuz da. Həzbinim gəlib, amma feilim yoxdur. Biri ataq. Həzbinim var, feilim də var. Ola bilər. Vilim var, bim var, feilim də var. Vilim var, bim də var, feilim də var. Amma feillər arası fərq var. Burada clean'i değiştirmeyipdi. Clean'e id artırmalıydı. Axı bizə to be üstə gəl feilin dəyişilmiş halıydı. 4'ü də götürmürük. Doğru cavab olur 63-cü sualda 2 ilə 3. 65 deyəsən aşağıda qaldı. Ona da baxaq. Sonu sifətlə bitən var mı? Var. Permanent sözü. Daimi deməkdir uşaqlar. Permanent sözü 10-cu sinifdə öyrənəcəksiniz. Bunu bilsiz hardan yadınızda saxlayın. Elə yadda saxlamışdılar bu 15 mart gedənlər. Bu qadınlara qaş qoyurlar. Rövşəndə daimi qaş. Permanent deyirlər, permanent deyirlər, nə deyirlər. В общем, oradan yadınızda saxlayın. Permanent daimi deməkdir. Necə daimi? Yəni bu da sifətdir. Gəlin ataq. Biz demişdik ki, sonu sifətin yerliyi müstəqili ilə də bitməməlidir. Burada baxın, yours-la bitibdir. Biz mine, yours, hers bunları da yazmışdıq qaydaya. Bunu da atırıq. Cavab olur 2 ilə 3. Gedək 67-ci suala. Valuable-ı gördüm, sonu sifətlə bitibdir, atdım. 2-ni saxlayaq. 2-də bir problem görə bilmirəm. Burada bir problem varmı? Antik. Antik nə deməkdir? Köhnə, qədim, necə? Bu da olmayacaq. Cavab olacaq 2 ilə 3 olacaq. Gedək 69-cu sualda. 69-cu sualda sonu sifətlə bitən varmı 69-cu sualda? Aha. Sonu sifətlə bitən. Unrepaired. Təmir olunmamış deməkdir unrepaired. Burada sifətdir də unrepaired. Ha, burada sifətdir unrepaired. Tərcümə eləyəndə 69-da o unrepaired. 2-ni götürməməliyik. Təmir olunmamış olaraq hələ də qalır. Aha, təmir aha, bu sifətdir. Bunu atmalıyıq. Sonra başqa nə edə bilərik uşaqlar? Başqa. Was that expensive watch advertised on TV sold? Aha. Are the skyscrapers built here safe to live in? Have the walls been newly painted? Aha, bir problem görmürəm ki bunlardan. Bunlarda bir problem görsənmir ki, bir dənə 2-də unrepaired atmalıyıq. Başqa görək nə edə bilirik 69-da. Tərcümə edək görək, həqiqətən məhçulluq verirmi? Boyanan binalar, ondan sonra divarlar, are the skyscrapers, skyscraper göydələnlər. Hə, burada problem, aha,
Deyir ki, göydələnlər, burada tikilən göydələnlər yaşamaq üçün güvənilirdir. Burada məhçulluq yoxdur. Birdən deyərsiniz ki, müəllimə arla bil. Burada bu tikilən anlamındakı feili sifət 2-dir. Tikilən binalar. Necə binalar? Tikilən binalar. Bunu Azərbaycan dilində bilərsiniz. Bu feili sifət 2-dir. Bunu götürməyəcəyik. 3 olmayacaq. Buna baxaq. Was that expensive watch advertised on TV? Sold. Aha. Reklam olunan saat, ondan sonra boyanan divarlar. Cavab olmalıdır 1. 1 oxuyur. Əslində 2 də çox bənzəyir, 3 də çox bənzəyir. Bir də 1, 4. Amma bu sırf bu 3-də bu seyfə görə bu artıq feili sifət 2-yə gedir. Sifət qoymamalı idi tərkibinə. Ona görə 3-ü atmalıyıq. 2 non-stu unrepair də görə atdıq. Cavab oldu 1, 4 olmalıdır. Bu qədər çətin inanmıram ki, düşsün, yəni inşallah ki də düşməz. Yəni o ikini bildiniz unrepaired sifətlə bitibdir. Üçün də olmama səbəbi, baxın əslində bunun sonunda sifətlə bitibdir. Yəni bunun da sonu əslində fikir verin, sifətlə bitib deməkdir. Sadəcə bir ekstra bura to live in, yaşamaq üçün sözünü gətiribdir. Əslində bu sonu sifətlə bitmiş bir cümlədir. Ona görə 3-ü də götürməyəcəyik. 1 ilə 4-ü götürməliyik. Burada da məsəl üçün sonuna yaxın bir sifət olsaydı götürməyəcəkdik. 1 ilə 4-ü götürəcəkdik. 69-da cavab olur 1 ilə 4. Ümid edirəm ki, elədir cavab. 71-ə gəldik. 71-də görək nə edirik? İkincidə həvin bini ümumiyyətlə yoxdur 71-də. Gəlin onu ataq. Üçüncüdə həv də var, bin də var, amma abroad feil deyildi. Xaric demək idi. Bunu da atırıq. 1 ilə 3 are və wanted feili, must modal verbim yanına be qoyubdu, damdakı feilimdir. 1, 3 olmalıdır 71-ci sualda. Sonra gedək 73-cü suala. Başqa görə çətin nəsə sual varmı? Baxmadığımız. 73-cü suala gedək. Sonu sifətlə bitən varmı 73-də? Sonu sifətlə bitən yoxdur. Yaxşı. O zaman başqa. İkinci cümlənin tərkibində ümumiyyətlə mən to be görmürəm ki, buna məhcul növ cümləsi deyim. To be-nin formalarından heç biri yoxdur. Gəlin bu ikini ataq. Ondan sonra 5-də də mən heç bir to be görmürəm. Yəqin ki, siz də görmürsünüz. Bu 5-ləri də ataq. Geçsin. Sonra to be var, feilim var. 1 ola bilər. Aha. Was to be'mdir. Renovated da yenidən təmir etmək deməkdir. 3-də də olubdur. Bu restoran 2004-cü ildə yenidən təmir olunubdur. 3. Is to be'mdir. Made'dəki feilimdir. Bizim pasta aha, ən yaxşı ingrediyentlərlə hazırlanır. 4-də götürə bilərik. Bir problem görmürəm 4-də də mən. Aha, bunlarda ama 100% problem var. 1, 3, 4 olmalıdır. 73'də də cavab. Belə uşaqlar, başqa sualınız varmı? Bir də dəyişilən, dəyişilməyən qalıb. O bunu məncə saxlayaq. Beyniniz bu qədər informasiya ancaq götürər. Çətin suallar yox idi mi? Var idi. Xüsusən bu Z artiklı söhbəti bunu hər uşaq görə bilmir. Yəni müəllimlər belə gec görür. 69-cu sualda biraz problem var idi. Onun xaricində elə ciddi bir çətin sual yox idi. Yerdə qalanlar hamısı həqiqətən su kimi suallardır. Ev tapşırığı olaraq nə verirəm? Ev tapşırığı olaraq mən dəyişilə bilənləri işləmirsiniz. Dəyişilə bilənlərə əl dəyməyin. Çünki bu da tərcümə ilə işlənə bilən testlərdir də. Yəni bunun ümumiyyətlə heç qaydası yoxdur. Tərcümə edəcəyik burada. Dəyişilməyən. Bu çıxıbdır birinci zonaya. Bu çıxıb birinci zonaya. Düşünmürəm sizə çıxsın. Amma bu o demək deyil ki, biz baxmayaq. Yəni hər şey ola bilər. Gətirib sala da bilərlər. Bunu salarıq başqa bir günə. Bu həftəki bir günə salaq. Bunu ya dərsdə ya da yenə onlayn da izah edərəm mən sizə. Siz mənə gətirin nəyi? Sabaha dərs salacağam. Məhcul növdə 100 neçə dənə test olmalı idi. Təsdiq cümlələrin çevrilməsi. Bir dənə onları açım. Onları onsuz da vermişdim də mən. Onları işləyirsiniz. Cütlərini. Sual cümləsinin cütlərini işləyirsiniz. Sual cümləsinin cütlərini işləyirsiniz. Bir də bu seçilmələrin cütlərini işləyirsiniz. Bunları. Seçilmələrin cütlərini işləyirsiniz. Belə. Sualınız varmı?